Salamlar, hər vaxtınız xeyir olsun. Bugün sizinlə görüşürəm Ruh Eşi 3-cü hissədə. Əgər 1 və 2-ci videoya baxmamısınızsa Ruh Eşinə aid mütləq şəkildə Ruh Eşi 1 və 2-yə baxıb daha sonra bu hissədən davam eləyin. Çünki video formatında olaraq yəni bunlar yazılır və ardıcıl şəkildə bir-biri ilə əlaqəlidir. Və bu gün izah etdiklərim sizə tam şəkildə beyninizə oturmaya bilər ki, yəni siz Ruh Eşi 1 və 2-ci videoları izləməmisiniz, amma otursa belə beynimizə bu çox yaxşıdır. Davam eləyin. İzləməmisinizsə birinci o videolara keçid edib izləyib daha sonra indiki videonu izləməyə davam edeyim. Ümumiyyətlə, mən keçən videodan artıq birbaşa giriş edirəm bura. Deməli, bizim həyatımızda, deməli, biz sizlə, ya da doğrusu mən sizinlə keçən dəfə danışdım ki, ruh eşi deməli hər yerdədir, düzdürmü? Hər yerdədir. Aha, birinci qaydamız bu oldu, amma o hər kəs deyil. Düzdürmü? Hər kəs deyil. Bunu dəftərinizdə də bu cür şəkildə qeyd edə bilərsiniz. Hər kəs deyil. Əgər mən onunla qarşılaşmamışamsa, deməli natamam geçtaltım var ki, mən onunla qarşılaşmamışam. Düzdürmü? Natamam geçtaltım var ki, mən onunla necə deyim, qarşılaşmamışam. Okay. Bugün isə mən sizə bu keçən mövzumuza aid idi. Bunun üzərindən keçən mövzuyla əlaqəli olan bir hissəni nəzərinizə çatdıracağam. Mən keçən mövzuyu sizinlə danışdım ki, bizim çöl dünya var. Mənə sual verirsiniz, toksik münasibət necə olur? Sağlam münasibət necə olur? Əgər bu sualı verirsinizsə, inanın ki, sizin münasibətiniz sağlam deyil. Çünki sağlam münasibət yaşasaydı, siz düşünməzdiniz ki, bu toksiklik nə olan şeydir. Yəni, toksik münasibət yaşayan insan, toksik münasibət yaşayan insan, əmin, elə bilir ki, sağlamdır ona görə, amma sual verir ki, sağlam münasibət necə olur? Sağlam münasibət yaşayan insan, ümumiyyətlə, belə deyək ki, o bilmir ki, toksiklik necə olur da, yəni sağlam münasibət yaşayan insan bir sual vermir, toksik münasibət necə olur? Versə belə, yəni gərək bu mövzunu araşdıran biri olsun, xüsusi versin. Normal, sadə insandırsa, heç o bilmir, toksikdir, pozitivdir, sağlamdır, prosto yaşayır. Nəysə, bizim var çöl dünya və bizim var iç dünya. Mən sizə keçən dəfə dedim ki, məndən asılı olmayaraq, çöl dünyamda hər şey var. Pul, ev, maşın, düzdürmü? Pul, ev, maşın, sevgi, ehtiras, partnyor, ər, qadın, arvad, nə istəsəz də belə kobud şəkildə deyirəm biraz ki, bəlkə, nəysə. Çöl dünyada hər şey var. Məndən asılı deyil, mən idarə etmirəm. Yəni, çöl dünyamda hər şey var, düzdürmü? Amma mənim iç dünyamda, çöl dünyada olan şeylər rahat yoxdur deyə, rahat öz içimdə yarada bilmirəm deyə, mən onu proyeksiyanı oxu atıram, keçən mövzunu boş ox kimi verirəm. Yəni, burada mən neysə özümdə yarada bilmirəm. Bugün bu haqda danışacaq. Bugünkü mövzumuz Ruh Eşi 3-lə bu hissədən davam edir və sual ola bilər ki, bəs mən necə eləyim yaradım? Birinci növbədə biz, daha doğrusu sizlə işləyəcəyik özümüzün dəyərlilik duyğusu üzərində. Deməli, sənin duyğularında natamamlıq var. Bəs bu duyğular nə ilə əlaqəlidir? Gəlin birinci o hissiyə baxaq ki, mən əgər çöl dünyada hər şey varsa və mən çöl dünyamı hələ də içimdə yarada bilmirəmsə, mən deməli ox atıram, əgər o boş çıxırsa və mən necə öz üzərimdə işləməliyəm ki, istədiyim münasibəti yaradım. Ümumiyyətlə, münasibəti yaratmamışdan öncə birinci ata-ana obrazları ilə işləməlisiniz, daxili qadın, kişi, ondan sonra ruh eşini. Yəni, təbləri keçməmişsinizsə sizin üçün çətin ola bilər. Yəni, ödənişsiz şəkildə YouTube-dan izləyə bilərsiniz. Anata obrazı ilə iş, partnyor münasibətləri, onların hamısını çəkmişəm, qoymuşam. Deməli, diqqətlə baxırıq da yəqin. Nə yazdım? Layiq bilmək duyğusu. Dəyərlilik. Əgər sən iç dünyanda hələ də özünü bir münasibətə layiq bilmirsənsə, çöl dünyanda onu yarada bilmirsən. Nə qədər dildə desən də ki, mən partnyor istəyirəm, münasibət istəyirəm və s. Sən özünü layiq bilə bilmirsən. Birinci layiq bilmək duyğusu üzərində sizinlə işləyəcəm. İkinci etap. Öz məsuliyyətinizi tam olaraq üstələnmirsiniz. Yəni, mən bunu pozitiv yazıb, üstələnmək. Bərabərdir güvən duyğusu.
Buna daxili güvənlə demək olar. Yəni sən öz məsuliyyətini hələ öz üzərinə ala bilməmisənsə, yaşam xərcləri, gələcəkdə məsələn ailə həyatı qursam, yoldaşım məsələn işsiz olsa, və yaxud da mən işdən çıxsam, və yaxud da ayrılsam, yəni olası ehtimalları nəzərə almırsansa, ayrılıq, ölüm, itim, maddi belə deyək ki, iqtisadi zəiflik ailədə bunları nəzərə almırsansa, sən hələ də öz məsuliyyətini götürə bilmirsən, yəni qorxu. Burada artıq sənin qorxun var. Düzdürmü? Qorxun var. Layiq bilmək dəyərlikdə isə səndə daxili yetərsizlik var. Yetərsizlik var. Düzdürmü? Mən o iç dünyanı qurmaqdan danışıram. Düzdürmü? Doğru. Üçüncüsü və bununla da yekunlaşdırırıq ki, biz daxildə nə işləməliyik. Daha sonra isə sizə həllini deyəcəm, narahat olmayın. Amma daha geniş işləmək üçün ödənişli kanalıma keçid etməyi də unutmayın. Okey. Birinci oldu. Aha. Deməli. Üçüncü etapda sizin zədələnmiş egonuz var. Bu biraz geniş mövzudur, amma mən buradan qısa deyəcəm, nəyi nəzərdə tutmaq istəyirəm. Zədələnmiş ego nə deməkdir? Ya siz həyatınızdakı insanlara yuxarıdan aşağı baxırsınız, təbii ki, bunu bilərək etmirsiniz. Ayda, satıcı işləyir, mənlik deyil. Ayda, atası alkaş deyə mənlik deyil. Ayda, anası gündə bir maşına minib düşür. Yox, mən bu qızı neynirəm? Ayda, çox qısa yubka geyinir, mən bu qızı istəmirəm. Vay, valideynləri boşanıb. Vay, atası anası da öldürüb. Vay. Başqasına yazığı gəlmək, başqasını qınamaq, başqasını tənqid etmək, başqasını önyarğılı olmaq, insanları əzmək, insanları gözündə küçültmək, bu sənin zədələmiş egondur. Və yaxud da bunun əksi də mümkündür. O məndən daha yaraşıqlıdır, mənə baxmaz. Onun maşını çox bahalıdır, mən onun maşınında otura bilmərəm, özümü narahat hiss edirəm. O həmişə məni daha lüks yerlərə aparır, mən bu yerdə özümü sıxılmış hiss edirəm. Və yaxud da ki, mənim geyməyə paltarım yoxdur, amma o qəşəng kofta geyinir. Mən heç Azərbaycandan kənara çıxmamışam, amma dünyanın 70 ölkəsini gəzib, biz necə bir ola bilərik ki? Burada da qarşı tərəfini həddindən çox böyüdürsən, qarşı tərəf həddindən çox dəyər bilirsən və özünü alçaldırsan. Bir, mən özümü ilişib qalıb, sıxıb, tıxıyıb, narahatlıq etdiyim hissə. İkinci hissə isə qarşı tərəfi alçaldaraq. Yəni, hər ikisində zədələnmiş ego. Sizə inandırıram ki, bu üç məsələni öz üzərinizdə işləsəz və şuurlu bonus olaraq, şuurlu olaraq da artıq bilsəz ki, sənə konkret necə partnyor lazımdır, siz çox rahatlıqla münasibət qura biləcəksiniz. Mən evlənmək deyə bilmərəm, mən uşaq deyə bilmərəm, amma ən azı partnyorunuz olacaq. Ən pis ehtimal belə dostunuz olacaq, tanışınız olacaq, siz həyatda tək qalmayacaqsınız. Yəni, bu sxemi fikirləşirəm ki, təkcə qadın-kişi münasibətində yox, eyni zamanda istənilən münasibəti apara bilərsiniz. Zədələnmiş ego, yəni zədələnmiş ego da sizin gələcək, inner childhood, yəni uşaqlıq, daxili uşaq. Daxili uşağınız zədəlidir. Burada da biraz daha dərinə getsəm kök səbəbə, yenə gedir çıxır məsələ kimi. Ana, ata. Baxın əzizlərim, ana-ata hissəni həll eləmədən, daxili uşağınızla iş aparmadan, öz egonuzu qaydasına qoymadan, balanslamadan, öz həyatınızın məsuliyyətini dərk edib qorxularınızın üstəsindən gəlməyərək, layiq bilmə duyğunuz, dəyərlilik, yetərlilik, sevilmə duyğunuz üzərində işləmədən siz yalnız toksiki cəlb edəcəksiniz. Yəni, bir söz var, deyir, sən necəsən ətrafındakı da elədir. Bu mövzuya aid başqa bir video çəkərəm, maraqlıdırsa yazın. Yəni, sən özünü yorma da, yəni, istəsən də toksikdən çıxa bilməyəcəksin. Mən ona görə deyirəm ki, həmişə öz üzərinizdə işləyin, inkişaf edin. Yəni, bura qədər aydın oldusa həqiqətən, yəni, çoxunuz çalışırsınız ki, həll ver. Mən sizə həll verərəm, amma sən bunu başa düşmürsənsə, yəni, bunun niyə, nə cür başa düşdüyünü bilə bilmirsənsə, sən birinci bunu başa düşsəydin, yəni bunu başa düşsəydin, mən sənə həll verərdim. Amma sən ilkin etapda da bunu başa düşməmsən. Bəlkə də indi çox şeyin, ayda, fərqində oldun belə, başından qaynır saxtılı dildə. Gəlin etiraf eləyək də, düzdürmü? Birinci başa düşməliyik, həyatımızı analiz edib baxmalıyıq ki, görə bilək. Ondan sonra biz mən konkret sizə nəyisə deyə bilərəm və yaxud da biz konkret nəyisə üzərində işləyək. Düzdürmü? Okey, ana-ata hissəsinə aid videolar çəkmişəm, YouTube kanalından baxa bilərsiniz. Bu mütləq baxa bilərsiniz. Zədələnmiş egonu da müxtəlif formatlı videolardan izləyə bilərsiniz. Yəni, bu hissəni izləyə bilərsiniz. Mən bugün ümumi sizə necə həll etməkdən ümumiyyətlə danışmaq istəyirəm.
Ümumiyyətlə, yəni bu çox qısa bir video olacaq sizin üçün, qısa bir fərqindəlik olacaq. Növbəti videolarımızda daha geniş izahlar verə bilərəm sizin üçün əgər istəsəz, amma tövsiyə edirəm ki, əlavə ödəniş ödəyərək, mənim ödənişli təlimlərimə qoşularaq daha rahat şəkildə öz üzərinizdə işləyəsiniz. Bu özünüzə etdiyiniz yatırımdır. Yəni belə. İndi mən sizə nə izah etmək istəyirəm? Birincisi, layiq bilmək duyğusu. Ümumiyyətlə, insan, belə deyək ki, əgər özünü nəyisə layiq bilmirsə, yaxşı işə, yaxşı yaşamağa, yaxşı evə, yaxşı qidaya, yaxşı nələrsə layiq bilmirsə, onda dəyərsizlik duyğusu var və yetərsizlik duyğusu var. Davamlı mükəmməl olma çabası, davamlı başqaları onu görsün, saysın, davamlı sevilmə ehtiyacı içərisində ilişib qalır. Bəs bu duyğunu necə həll edə bilərsiniz? Mən buna aid geniş şəkildə izahları əsas kanalımda paylaşmışam, keçid edə bilərsiniz. Buradan sadəcə qısa şəkildə mən qeyd etmək istəyirəm ki, bu çox geniş bir mövzudur. Yəni həddindən artıq belə öz üzərinizdə işləyəcək bir mövzudur. İnsan dəyişə bilər. Burada isə sadəcə o hissəni izah edə bilərəm ki, sən ilkin etapda çox güman ki, bunu öz üzərində inkişaf yolu keçənlər işləyə biləcək, amma hansı ki, ilk dəfə baxır, çətin gələ bilər. Okay. Sən ilk dəfə baxmalısan ki, mən hansı yaşımda ilişib qalmışam hələ də ki, mən özümü yetərsiz, dəyərsiz, sevilmə ehtiyacı içində hiss edirəm. Bu yaşınız üzərindən qayıdaraq öz üzərinizdə inkişaf edə bilərsiniz. Bu sizə bir parol giriş. İkincisi, məsuliyyət məsələsi. Mən hansı valideynlərimin məsuliyyətsizliyindən qorxuram ki, hələ də öz məsuliyyətimi almaqda çəkinirəm. Mənə elə gəlir ki, məsuliyyət alsam, valideynlərimin yaşadığı həyat ssenarilərini təkrar yaşayaram. Bu da ikinci açar sizin üçün. Üçüncü zədələnmiş eqonu mən bayaq yetəri qədər izah elədiyimi düşünürəm. Oradan artıq çıxış eləyərək özünüzü sorğulamağınızı istəyirəm. Çünki çox cavab sizin özünüzdədir. Hansısa bir sehirdə, gücdə deyil. Özünüzə sual verin ki, mənim həyatımda nə baş verib ki, mən bu cür səviyyəyə gəlib çatmışam. Bu nöqtədən izah şəklində öz üzərinizdə düşünün. Bu 3 açarla siz öz üzərinizdə işləyib mənə suallarınızı yaza bilərsiniz. YouTube kanalının alt hissəsinə şərtdə, ödənişsiz şəkildə Telegram kanalıma keçid edib suallarınızı yaza bilərsiniz həmçinin. Yəni bu cür. Ümid edirəm ki, sənin üçün faydalı oldu. Ruh eşi 4-də görüşərik, artıq həllə doğru gedirik. Bu etapı artıq sən biləndən sonra həqiqətən sənin üçün çox rahat olacaq münasibət qurmaq, kommunikasiyaya girmək və ən əsası özünü tanımaq. Belə. Digər kanalıma keçid etmək üçün isə WhatsApp kanalıma yazaraq, əsas kanalıma üzv olaraq öz üzərində davamlı inkişaf yolu keçib, birbaşa mənimlə tet-a-tet sual-cavabda iştirak edib öz üzərində fərqindəlik qazana bilərsən. Ümid edirəm ki, bu videoda sənin üçün çox faydalı oldu.